Bir şəhərin adını neçə dəfə dəyişdilər. Amma özünü dəyişə bilmədilər. Deyilənə görə bir gün Şah Abbas bir səyyahdan soruşur. Deyir, dünyada Mazandarandan daha gözəl bir şəhər varmı? Səyyah tərəddüd etmədən deyir, var. Gəncə. Təsəvvür edin, bu cavab müharibəyə səbəb olur. Gəncə mühasirəyə alınır. Üstəlik də təslim tələb olunur. Cavab isə tarixə yazılır. Gəncə təslim olmaz. 40 gün, 40 gecə döyüş gedir. Şəhər alınır və hökm verilir. Adı Abbasabad olsun və Gəncə deyənlərin dili kəsilsin. Amma dillər kəsilir. Ad kəsilir. Sonralar bu şəhərə başqa adlar da verdilər. Yelizavetpol dedilər, Kirovabad dedilər. Amma xalq hər dəfə eyni sözü dedi. Gəncə. İmperiyalar dəyişdi, adlar dəyişdi, xəlifələr dəyişdi. Amma şəhərin ruhu dəyişmədi. Çünki bu torpağın bir qanunu var. Şəhərin adını tarix yox, şəhərin adını xalq qoyub. Elə bu günə də bu şəhərin, bu gözəl şəhərin adı hələ də Gəncədir qadan alın. Sağ olun.